Salam dostlar, hər vaxtınız xeyir olsun. Necəsiz, nə var, nə yox? İnşallah həmişə yaxşı olasınız. Dostlar, qonağım gəlir. Yavaş-yavaş süfrənizi düzəldirəm. İnşallah hamınızın evinizdə həmişə süfrələriniz bol, ruzili, bərəkətli, qonaqlı, qaralı olsun inşallah. Neyiniyim, necə eləyim deməyəsiniz. Dostlar, qarğıdalı salatı hazırlayıram. Bizdə evdə bu xoşlayırlar. Həm də elə qonaq olanda süfrəyə qoyanda qəşəng görsənir. Bu da qarğıdalıdır. Sonra toyuğun sinə ətidir. Sonra iri o lobiyadır, qaynadılmış. Sonra indi mayonezini tökürəm. Sonra suxarisini verirəm. Qara istiyordu. Ve tuz. Tuzu da yine zövqə göre tökersiniz. Çok tuzlu olmasın. Evet, bu da benim suxari salatım. Dostlar, yarpaq dolması eləyirəm. Burada da yarısı tənək yarpağıdır, yarısı heyva yarpağıdır. Qarışıq eləyirəm. Burada da soğan doğramışam. Aşağı doğradığımız kimi, aşkarasına doğradığımız kimi elə doğramışam. Bir balaca soğan yumuşalsın. Ondan sonra yağını töküb qovuracağım. Ardıcıl göstərəcəm necə hazırlayıram. Dostlar, mən yarpaq dolmasını əvvəl susuz qoyuram üstünə. Vamxod da qoyuram da elə bir ki öz suyu çıxır az. 5-3 dəqiqə qaynayandan sonra təzədən su tökürəm. İndi su tökmüşəm. İndi qoyacağım pişsin. Dostlar, yağ da töktüm. Soğan qovururam, qovursun. Dostlar, bax, əti də belə doğramışam. Doğradım, qoydum, qaynadı. Yumuşaq. Belə bir ki, pişirdi də, yaxşıdır, hazırdır. Qaynadı. İndi soğan biraz qovrulsun. Sonra əti tökəcəm. Bir də belə şirin biber əlavə edəcəm.
Yəni zövqə görə kim istəsə biber əlavə eləməyə də bilər də, yəni. Amma yəni mən buna pomidor vurmuram. Siz istəsəz vura da bilərsiniz. Soğan qovruldu, ət əlavə edirəm. Pul biber, yəni qara istiot da əlavə edə bilərsiniz. Ətə duz tökmüşdüm qaynadanda. Yenə də bir balaca da tökürəm. Duzlu olmasın. Dostlar, biberi əlavə elədim. Dostlar, kartoşkasını əlavə edirəm. Dostlar, bunu belə bu cürə sacda da hazırlaya bilərsiniz. Mən tələsirdim, sacda eləmədim. Qonağım gəlir ona görə. İndi bunu vamxorda qoyacağım. Vamxorda yavaş-yavaş kartoşkası da pişsin. Sonra söndüreceğim. Mesela yaprak dolmam da pişir, azalır. Yağa düşsün. Bunu söndüreceğim. Dostlar, dolmam da hazırdır. Söndürdüm. Dostlar, yemeğim pişti, hazırdır. Siz de hazırlayın, nuş eləyin. Yəni qonağınız gələndə də bişirə bilərsiniz. Özünüz üçün, ailəniz üçün də bişirə bilərsiniz. Göz haqqınızı da halal eləyin. Allah hər birinizdən razı olsun.